Bismillah, velhamdülillah, və salatu və selamu ala Rasulillah, əmmə ba'd. Sual verilir ki, bir kəs buluq yaşına çatıb, artıq yetkin bir insandır, amma valideynləri onun üçün əqiq kəsməyib. Bu insan özü üçün əqiq kəsə bilər, yoxsa yox? Deməli, qardaşlar, ilk öncə onu deyim ki, əqiq kəsmək müəkkəd bir sünnədir. Bəzi alimlərə görə ümumiyyətlə vacibdir. Əgər imkanı olmayıbsa valideynin əqiq kəsməyə, buna görə günah qazanmır. Amma sünnədir deyə də buna belə ehmalkar yanaşılmamalıdır ki, bu sünnədir. Dediyimiz kimi, bəzi alimlərə görə hətta vacibdir. Məşhur rəyə görə, bəli, bir kəs əgər valideynləri onun üçün əqiq kəsməyibsə, buluq yaşına çatanda özü üçün əqiq kəsə bilər. Bunda heç bir problem yoxdur. Sadəcə buna İmam Əhməd Rahimullah ehtiyac görməyib ki, belə bir şey ehtiyac yoxdur. Çünki bu, onun valideynlərinin məsuliyyətidir. Kəsməyiblərsə, artıq ehtiyac yoxdur özünün eləməyinə. Amma digər rəydə olan alimlərə görə isə bunu kəsə bilər, hətta bunu etmək müstəhəbdir. Bunun da dəlili nədir? Ənəs ibn Məlik radiyallahu anhu deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm nəbi olaraq göndərilməsindən sonra özü üçün əqiq kəsmişdir. Bu, Abdurrazaqın Musannəfində keçən hədisdir və Şeyx Albani buna həsən deyir. Həmçinin Muhammed ibn Sirin Rahimullah deyir ki, mənim üçün əqiq qurbanının kəsilməmiş olduğunu bilsəydim, özüm üçün əqiq qurban kəsərdim. Bunda yenə İbn Əbi Şeybə rəvayətləyir, yenə Şeyx Albani bu rəvayətə səhih deyir. Yəni, Hasan el-Bəsri deyir ki, sənin adına əqiq kəsilməyibsə, özün üçün əqiq kəs. Bu da Şeyx Albaninin İbn Hazmun Əl-Muhalləsində keçən və Şeyx Albaninin həsən dediyi bir rəvayətdir. Yəni, tabiindən Ata İbn Əbi Rabah da bunun müstəhəb olduğunu demişdir. Yəni, insanın özü üçün əqiq kəsməsində heç bir problem yoxdur. Bu, hətta müstəhəb bir əməldir və bunun dəlilləri də mövcuddur. Allah Azə və Cəllə bizə eşitib faydalanan qullardan etsin. Əmin və elhamdülillahi Rabbil aləmin.